İrəvan Bakıdan bunu almaq istəyir. Rusiya təşvişə düşdü. Putinin fərmanı Mehdiyevləri təxliyə edə bilər? Heydər Əliyev Ramiz Mehdiyevə zəng edib dedi ki, prezidentin fotoqrafı. Səfirimizin Paşinyana ermənicə salamı rezonans yaratdı. Zəngəzur dəhlizi ilə bağlı xoş xəbər İrəvan açıqladı. Güzəştlər ləğv edilir, pensiya, müavinət isə büdcədə nələr var? İrəvan Azərbaycandan potensial neft məhsulları idxalının iqtisadi səmərəliliyini ölçüb biçməlidir. Bu barədə erməni mediasına Rusiyalı enerji eksperti Boris Marsinkeviç deyib. Məncə bu iqtisadiyyatın üstünlüyü təşkil etdiyi bir işdir. Logistik baxımdan əlverişlidir, amma təklif olunan qiymətlər və şərtlər orada gizlədilən və dərhal görünməyən nələrsə olub-olmadığını diqqətlə araşdırmaq lazımdır. O bildirib. Marsinkeviçin sözlərinə görə Ermənistanın Azərbaycan neft məhsullarından asılılığının qarşısını almaq üçün tədarükçüləri diversifikasiya etmək lazımdır. Məsələn, Çində heç bir təchizatçı bütün neft, qaz və digər idxalın 20%-dən çoxunu tədarük etməməlidir. Fikrimcə bu çox düzgün yanaşmadır. Onun sözlərinə görə Bakı neft emalı zavodu tam gücü ilə işləmir. Hasilatı artırmaq potensialı var. Lakin bu çox güman ki, ağır neft tədarükü ilə bağlı Rusiya ilə razılığa gəlməyi tələb edəcək. Azərbaycan neft emalı zavodunda benzin, dizel və mazut istehsal edə bilmək üçün lazımi qarışıq əldə edilməlidir. Qazaxıstan nefti bir variant ola bilər. Lakin bu halda onun tankerlə dənizlə daşınması o qədər də əlverişli deyil. Qeyd edək ki, Azərbaycan Ermənistanın neft məhsullarının ixracını nəzərdən keçirdiyini bildirib. Gürcüstan isə Azərbaycan neft məhsullarının Ermənistana ilk tranzitinə görə rüsum tutmayacağını açıqlayıb. Rusiya prezidenti Vladimir Putin Beynəlxalq Layihələr Fondunun yaradılması haqqında fərman imzalayıb. Kreml sahibinin fərmanının icrası Rusiya Xarici İşlər Nazirliyinə və Daxili İşlər Nazirliyinə tapşırılıb. Fond öz proqramlarını xaricdə həyata keçirəcək. Fond Rusiya Federasiyası ilə digər dövlətlər arasında ictimaiyyətlə əlaqələrin və humanitar və digər sahələrdə əməkdaşlığın inkişafına təşviq etmək məqsədi ilə yaradılır. Bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib. O, fondun yaradılma məqsədləri haqqında ehtimallarını bölüşüb. Birincisi, fond vasitəsilə Moskvanın maraq kəsb etdiyi əcnəbilərin Rusiyaya köçürülməsi dəstəklənəcək. Rusiya qrantlar vasitəsilə özünə dost ölkələrlə yanaşı, dost olmayan ölkələrə də nüfuz etməyə, bu ölkələrdə təsir agentlərini formalaşdırmağa çalışacaq. Kreml sahibinin fərmanına görə təsir agentləri öz ölkələrində müxtəlif təzyiqlərlə üzləşdikdə Rusiyaya təxliyə ediləcəklər. Sənədə görə istedadlı əcnəbilərin Rusiyaya cəlbi mexanizmi yaradılmalıdır. Onlar Rusiyada hüquqi status əldə edəcəklər. Rusiya fərmandakı istedadlı əcnəbilər bəndi vasitəsilə müxtəlif ölkələrdəki agentlərini və 5-ci kolon üzvlərini də təxliyə edəcək. Misal üçün, Rusiya bu fərman vasitəsilə Azərbaycandakı tərəfdarlarını və şübhə altında olan təsir agentlərini təxliyə etməyə çalışa bilər. Fərmanda belə bir bənd var ki, öz ölkələrində Rusiya dəyərlərini bölüşənlər dəstəklənəcək. Ramiz Mehdiyev ev həbsində olmasaydı, Rusiya dəyərlərini bölüşən birisi kimi asanlıqla Moskva tərəfindən təxliyə edilə bilərdi. İkinci, Vladimir Putinin göstərişi ilə Rusiya qrantlar vasitəsilə beynəlxalq proqram və layihələrdə iştirak edəcək. Söhbətin konkret hansı layihələrdən getdiyi bəlli deyil. Digər tərəfdən, Rusiya Ukraynaya qarşı işğalçı müharibə səbəbindən Qərbin sanksiyaları ilə üzləşib. Bu vəziyyətdə Rusiya Qərb ölkələrinin layihələrini maliyyələşdirə bilməyəcək. Görünür, Rusiya prezidenti ayıracağı qrantlar vasitəsilə Avraziya, Afrika və Cənubi Amerika ölkələrində fəallığını artırmağı planlaşdırır. Belə olarsa, Rusiya qrantlar vasitəsilə strateji tərəfdaşı Çinlə rəqabət içərisində olacaq. Çünki Çin müxtəlif ölkələrdə iqtisadi və enerji layihələrini reallaşdırır. Bu məqsədlə milyardlarla dollar yatırımlar həyata keçirir. Rusiyanın bu cür maliyyə imkanları yoxdur. Ona görə də Kreml iqtisadi yatırımlar əvəzinə üçüncü ölkələrdə nüfuzunu artırmaq üçün qrant layihələrinə üstünlük verəcək. Bu, bir növ Qərbin müxtəlif fondlarının ayırdığı qrantlara bənzəyəcək.
Ümumilli lider Heydər Əliyevin şəxsi fotoqrafı kimi çalışmış Rafiq Bağırov, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə xatirəsini bölüşüb. Bu barədə o, Yeni Sabaha müsahibəsində danışıb. 1996 ya da 97-ci il idi. Prezident aparatında struktur islahatları aparılanda vəzifəmi dəyişdirdilər. Dəyişiklikdən sonra maaşımda azalma oldu. Ulu öndər mənə demişdi ki, nə problemin olsa yaxınlaşıb mənə deyərsən. Mən də bundan sonra yaxınlaşıb dedim ki, cənab prezident, vəzifəmi dəyişdirib maaşımı aşağı salıblar. Soruşdu ki, kim edib? Dedim Ramiz Mehdiyev. Ramiz Mehdiyev əmr verib. Telefonu götürüb Ramiz Mehdiyevə dedi ki, sənin Rafiqlə nə işin var? Nə üçün maaşını aşağı salmısan? O mənimlə işləyir, onunla işin olmasın deyib telefonu yerinə qoydu. Çıxanda köməkçisi Tariyel Ağayev dedi ki, Ramiz Mehdiyev səni çağırır. Gəldim Ramiz Mehdiyevin otağına. Məni çox hirsli qəbul elədi. Dedi, sən niyə gedib məndən prezidentə şikayət eləmsən? Şikayətin varsa özümə deyərdin. Dedim, siz artıq əmri vermisiniz. Sizin yanınıza gəlib nə deyim? Əmrimi dəyişdirdi, amma bir-iki dəfə mənə əngəl yaratmağa çalışdı. Ramiz Mehdiyevin ən pis xüsusiyyətlərindən biri kiminləsə münaqişəsi oldusa, ömrünün axırına kimi bunu unutmaması, kinli olmasıydı. Nə etsən də kini qalırdı. Bu hadisəyə görə sonuna qədər mənə qarşı kin tutdu, deyə Bağırov deyib. Ermənistan Baş naziri Nikol Paşinyanın Almaniya səfəri çərçivəsində Xarici Əlaqələr Assosiasiyasındakı görüşü zamanı Azərbaycanın bu ölkədəki səfiri Nəsimi Ağayev onu ermənicə salamlayıb. Nəsimi Ağayev ermənicə cənab baş nazir, Almaniyaya xoş gəlmisiniz dedikdən sonra çıxışına ingiliscə davam edib. Qeyd edək ki, səfirimizin Paşinyanı ermənicə salamlaması erməni mediasında ciddi müzakirə mövzusuna çevrilib. Biz Azərbaycandan təkcə neft deyil, digər məhsulların alınmasında da maraqlıyıq. Bu fikirləri Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. İrəvan öz ərazisi ilə Bakının məhsullarının Naxçıvana və Türkiyəyə çatdırılması istiqamətində müzakirələr aparır. O qeyd edib. Simonyan həmçinin yaxın vaxtlarda Ermənistan-Azərbaycan sərhədinin daha bir hissəsinin demarkasiya olunacağını vurğulayıb. 2026-cı ilin dövlət büdcəsinin ən mühüm yeniliklərindən biri Dövlət Neft Fondundan edilən transferlərin azaldılmasıdır. Bu addım hökumətin neft gəlirlərindən asılılığı tədricən minimuma endirmə siyasəti kimi qiymətləndirilir. Bu sözləri XTV açıqlamasında iqtisadçı Xalid Kərimli Milli Məclisdə 2026-cı il dövlət büdcəsinin 3-cü oxunuşda qəbul edilməsi haqda danışarkən deyib. O bildirib ki, bir sıra mövcud vergi güzəştləri ləğv edilir. Tütün və spirtli içkilərə aksizlərin artırılması nəzərdə tutulur. Bununla yanaşı, gəlir vergisinə tətbiq edilən güzəştlər də növbəti 3 il ərzində tam şəkildə aradan qaldırılacaq. Bu dəyişikliklər vətəndaşların büdcənin formalaşmasında rolunu artıracaq və vergi yükü hiss ediləcək dərəcədə yüksələcək. İqtisadçı vurğulayıb ki, 2026-cı ildən etibarən qeyri-formal məşğul şəxslərin icbari tibbi sığorta haqları artıq dövlət büdcəsindən ödənməyəcək. Bu kateqoriyaya aid şəxslər tibbi sığorta ödənişlərini özləri qarşılamalı olacaqlar. Azərbaycanın pensiya qanunvericiliyinə əsasən pensiyalar hər il orta aylıq maaşın artım tempinə uyğun indeksləşdirilir. 2026-cı ildə pensiyaların təxminən 9,2-9,3% artırılması gözlənilir. Sosial müdafiə sahəsində də dəyişikliklər var. Yaşayış minimumunun yüksəlməsi fonunda ünvanlı sosial yardımın təxminən 5,3% artırılması planlaşdırılır. O qeyd edib.